An etibarilə 23 sentyabrdır. Ayın oktyabrın 1-ci günü çəkilişimizdir. Başladı. Başladı. Birinci səhnəmizi çəkiyor. 2-1. Sen Zaysan Allah. Zayda maldır ha. Mal Şəşiniz kısazdır. Tut sen tut çıkarıkları. Günün gün orta çağıta meyil çıkararlar köle. Meyil Köle. kölə. Köle. Oscar'lıq performansım qəbul. 8-ci şeyə müəllim. Səhnəyə saat 3-də başlamalıydıq. Yaxşı oynasa sizə alma da verəcəm. Stop, stop. Qəşəng. Abi kafeye oynamışam, almamı ver. Filmi çəkməyə elə Şambağın özündə qərar vermişdik əslində. Bizim normalda Şam bağında başqa çəkilişlərimiz də olur. Bir gün Vaqiflə bir yerdə orada çəkiliş eləyirdik. Orada ilkinlə söhbət edirdik filmlər haqqında, sənət filmləri haqqında, sənət filmlərinin klişeləri haqqında. Bir gün orada söhbət sənət filmlərindən düşdü. Daha doğrusu sənət filmlərinin klişələrindən düşdü. Mən də o dönəm öz YouTube kanalım üçün o barədə bir video hazırlayırdım. Sənət filmlərinin klişeləri barədə, niyə görə sıxıcı olur bəzi sənət filmləri deyə. Adətən festivallara gedən filmlərdə çox vaxt kənddə çəkilmiş filmlər olur, nə bilim bir yaşlı bir obraz olur, bir drama olur falan. Bunlardan danışırdıq. Orada qərar verdik ki, klişelərdən danışa-danışa çıxanda bir dənə klişe bir səhnə çəkək, həm də yaxşı alınsa qoyarıq həmin videonun əvvəlinə. Elə qaydanda yolda maşında onu çəkdik. Elə hekayə əslində buradan yarandı. Hazırdır. Dəsmal var. Orada da götür. Biz bir gün çayxanada oturmuşduq ilkinlə. Dedi ki, kino çəkəcəyik. Onda da kinonun əvvəlində bir dənə balaca hissəni başqa videoda işlətmişdilər. O səhnəyə baxandan sonra dedi ki, bunun daha ciddi bir versiyasını çəkmək olarmı? Onun daha o qədər gülməli olmayan bir versiyasını çəkəcəyik dedi. Hekayə də ortalama oradakı hekayəyə bənzəyirdi biraz. Qərarı belə verdik. Bəli, aktyorlarımız dincəlir. Sigaret çəkmir. Sigaret çəkmir. Rol icabı çəkir də sigaret. Rola hazırlaşırlar. Rola hazırlaşırlar. Sigaretin də rolu var. Ağlımıza o dönəmin şərtlərinə uyğun olaraq nəyi daha az aktyorla, daha qısa bir müddətdə çatdıra bilərin üzərindən yola çıxıb bu formada bir hekayə düşündük. Hekayənin şablonunu çıxardıq. Ondan sonra İlkin getdi bunu bir ssenariyə kağız üzərində yazdı. Hər şey hazır oldu. Ssenari uzun müddətə yazıldı. Hardasa 3 ay davam elədi bu proses. Öldüm ya orada incini tapanlar. Başdan sona proses hardasa 3 ay falan vaxtımızı aldı. Çünki biz reviz eləyə-eləyə yazırdıq. Məsələn, bir-iki səhnə yazırdım, sonra gəlirdim, danışırdım Vaqiflə. Filmin birinci adı başqa cür idi, o bir dənə dəyişdi, sonra bir səbəbə görə çəkilişlər bir ay uzandı və s. və s. Bunlar belə getdi. Amma yekunda qərarlaşdırdıq ki, hansı gün çəkək, nətər eləyək. Ssenari hazır olandan sonra əslində gördük ki, bizim texniki avadanlıqlarımız çatmır. Ümumiyyətlə heç nəyimiz çatmır. Sağ ol, sağ ol. Ben başlayayım. Buyur. O maşın səhnəsini niyə elə şey eləmişdiniz? Maşın gecə kamera çəkilmirdi? Maşının içindəki səhnələri xroma key çəkmişdik. Niyə maşının içində çəkmədik? Amma qısa hə. Green screen falan hazırlamalı olduq. Çünki Burada Alik maşın sürməli idi. Sonra gördük ki, Alikin sürücü vəsiqəsi yoxdur. çəkiliş eləmək üçün maşın sürə bilən adam lazımdır. Baş rolumuz maşını qədər yaxşı sürə bilmir. Sürücümüzün sözlük vəsiqəsi olmalı. Dedi ki, yaxşı, green screen olsun. Amma bir dənə də problem var idi, yaşıl pərdəmiz də yox idi.
Green screen də yoxdur. Mən də hal-hazırda pre-production ərəfəsindəyəm. Reyka almışam. Bugün sizə ev yapımı green screen necə hazırlanır onu göstərəcəm. Ona görə bir müddət gözləməli olduq yenə. Bu şeyləri hazırlamaq özü də bir müddət almışdı. Biraz büdcəsini falan filan çıxartdıq elədik. Sonra bizim evin həyətində green screen hazırladım. Getdim əməli bazardan taxtalar aldım, nə bilim, yaşıl pərdə aldıq, getdik Vaqiflə. Onu belə bir hazırladıq. Ben yoldayım. Çok konuşa bilmirəm da. Çok konuşa bilmirəm. Marketing vaxt verirəm sizə. Çəkilişə qərar verdik. Ondan sonra biz Fəridlə oturduq, danışdıq bu çəkiliş prosesinin timingini, yazılı raskadrovkasını. Dedi ki, belə bir şey var da, orada çəkilişlərin planlanmasıdır, yəni indi kimin növbəsidir. Zaten bildim ki, əslində elə bir iş yoxdur. Hal-hazırda saat 2-nin yarısıdır. Oba. Saat yarım vaxtımız var. Sizə yarım saat istirahət. Adam deyir ki, indi kino çəkərik, kənarda qalar, özün pis hiss eləyər, ona görə gəlsin. Qısa bir şey də, vəzifə də sağ verək. Nəyə də ya? 9-14 Yaxşı yerik. Qəşəng yerik. Biz hardasa bir gün, 2 gün qabaq bütün komanda oturduq və orada Fərid bizə izah elədi. Çəkiliş saat neçədə başlamalıdır, neçədə bitməlidir. Çəkişi belə eləyirlər deməli. Bir dənə kadr var burada. Tutalım 1 dəqiqəlik iki adam söhbət eləyəsin. Oldu mu? O adam söhbət eləyir. Bu qıraqdan baxır. Söhbət eləyir. Çünki orada əsas problemli isə gecə-gündüz məsələsi idi. Komandanın əsas çəkiliş elədiyi yer Şambağı idi, amma bəzi çəkilişlər başqa yerdə olmalı idi. Hansı səhnəni nə vaxt çəkməli olduğumuzu bilirdik. Ona görə səhər tezdən çıxdıq, çünki qış vaxtı idi, axşam hava tez qaralırdı. Əvvəlcə səhər səhnələrini çəkməli idik. Bir qrup biz əvvəldən gedib orada hazırlıqları gördük. O birisi hissə yolda səhər tezdən çəkilişlər oldu. O planlama həqiqətən önəmli idi ki, bir günə sığmalı idi hamısı. Səhər tezdən saat neçədə çıxsaq, hansı çəkiliş üçün hansı məsafə neçə dəqiqə yerdədir. Səhər tezdən Fərqgil bizim o hazırladığımız green screenlərdir. Uşaqların orada yeyib içmək, hamımızın oradakı bütün günümüzü yola verməyimiz üçün lazım olan hər şeyi sağ olsunlar apardılar. Getdilər orada möhtəşəm bir set ortamı yaratmışdılar kamp şəraitində. Set şefimizin bizim üçün hazırladığı möhtəşəm kamp şəraitində set ortamı. Səhər 8-dən başladıq çəkməyə. Axırıncı səhnələr Şambağında düşürdü. Sonuncu bütün səhnələr Şambağında çəkilirdi. Ən sonda bir dənə final səhnəsi evdə çəkiləsi idi bir gün içərisində. Qalan əlavə səhnələr də səhərsi gün çəkilməli idi. Çəkiliş günü ki biraz da stresli idik, bir də maraqlı idi əslində. Nə tər olan şeydi, ona baxırdıq. 9-5-2. Oyun. Orada çətinlik çəkdiyimiz bəzi məqamlar var idi. Məsələn, soyuq idi, şərtlər ağır idi, çətin şərtlər idi. Hava şəraiti çox soyuq idi. Hava çox soyuq idi və əsirdim soyuqdan. Səhər tezdən biraz soyuq idi. Günorta biraz yaxşı oldu, axşama yaxın daha da soyuq olmağa başladı deyə həqiqətən biraz əziyyət çəkdik. Əvvəlcə, yəni ilk başda biz hazırlaşanda düşünmüşdük ki, maşın həqiqətən gedər yolda. Deməli, səhnədə Vaqif girir içəri. Siqaret alıb çıxıram. Alikdə telefonla oynayır. Alikə deyirəm ki, tez ol, gedək yola düşək. Oturuq maşına, Alik oradan maşını sürür. Biz bu səhnəni çəkdik. Həqiqətən də maşına oturdular. Alik maşını sürdü biraz qabağa. Orada biraz set ortamına özümü nətər deyim, çox inandırmışdım. Bir də o set ortamı artıq yəni qeyri-peşəkar yox, peşəkar və böyük bir set ortamı kimi gəlirdi. Maşını sürəndə az qala qəza eləyirdi. Onda dedi ki, həqiqətən Alikin maşını sürməsi çox da yaxşı bir şey deyilmiş. John Wick 4-ün backstage-lərinə baxanda, orada Parisdəki səhnədə o boyda yolu işğal eləmişdilər və o set ortamı eləmişdilər. Mən həmin o yolu o set ortamı kimi də çevirləmişdim. Elə bilirdim yuxarıdan aşağıdan maşınlar gələ bilməz, yəni elə bilim adla bizim set ortamımızdır. Öz gözümlə gördüyüm yeri
o anki şokla yadımda deyil, amma sonradan kadrlara baxanda gördüm ki, çox böyük bir dənə təhlükə atlatmışıq. Ona görə də yuxarıdan eləsi maşını nəzərə almamışdım. Dolayısıyla da yuxarıdan elə maşınlara baxmamışdım. Yəni elə bilirdim ora bizim ərazimizdir. Üstümüzə ləyib tutan maşın. Orada anladım ki, bizim ərazimizdir. Biz əvvəldən çəkiliş eləyəcəyimiz məkanlardan icazə almışdıq. Petrol olsun, market olsun. Ümumiyyətlə çəkilişə getməmişdən qabaq çəkiliş məkanlarından icazələr alınmalıdır ki, çəkiliş günü bizim həm çox vaxtımız getməsin, həm də çox problem yaşamayaq. Getdik, çəkdik bir-bir, petrola çatdıq, petrol səhnəsini də çəkdik. Orada səhnə gərəyi Alik düşür, maşına benzini özü vurur. Orada heç bir problem olmadı. Çəkiliş elədik, indi növbəti səhnəni çəkməyə gedəndə gördük ki, Gördük arxadan maşın sürətlə gəlir. petrolun işçilərindən biri gəldi, bizi yolda görür ki, gəlir uzaqdan. Gəldi, maşını saxladı, düşdü. Bəs dedi ki, çəkmişsiniz amma bu kadrları istifadə eləmək olmaz, müdət icazə vermir. Müdiriyyət fikrini dəyişdirdi. Səhnələri istifadə edə bilməzsiniz. Soruşduq ki, niyə? Çünki orada benzini maşına siz özünüz doldurmusunuz. Buna icazə yoxdur bizdə. Dedim, tamam, real həyatda belədir də, bu filmdir də. Bilirik, normal həyatda siz eləməlisiniz, amma bu filmdir də, burada məncə problem olmamalıdır. Bizim indi bu qaqaşa dediyimiz söhbət doğruldur özünü. Mən petrolun adını silirəmsə, zaten rəng yoxdur, məkan göstərmirəmsə, doğruldur özünü. Biz orada bir söz verdik adama, dedik ki, yəni bu səhnələri silənməliyik çünki vaxtımız yoxdur. Amma söz veririk ki, bu səhnələri heç bir filmdə görməyəsiniz. Sizin petrol filmdə görməyəcək, həqiqətən görünmədi. Amma necə oldu? Post-production'da oturduq və petrolun üstündə biraz editdə oynamalar elədik. Petrolun rəngini dəyişdik, adını dəyişdik və həmin petroldan demək olar əsər-əlamət qalmadı. Sözümüzü tutduq yəni, həmin petrol heç bir filmdə görsənmədi. Biz də heç bir problem yaşamadıq. Biraz dəyişdirərəm petrolu. Üst tərəfləri. Rəhləri ilə zadıyla. Rəng zaten qaradır. Üstünü dəyişərəm, başqa petrol gəlir. Yazı görsənməyəsidir. Sən hərəkət eləmirsən. Sən bu kadrda yoxsun. Dedim ki, bir dənə də film nətər çəkilən şeydir ona baxım. Baxım ki, adamlar nə edirlər də, nətər eləyirlər ki, axırda film alınır. Biz məsələn bir şey çəkirik ki, axırda YouTube videosu olur. Adam onu nətər edir, axırda film alır. Onu da gördük, çox əziyyətliymiş. Qısıtlı fasilə vaxtlarımız var idi, yemək yemək üçün, istirahət eləmək üçün. Biz o aralara məşqləri də salırdıq, oturub orada məşq eləyirdik səhnələr ki, növbəti səhnə nəyə çəkəcəyik, ona hazırlaşırdıq falan. Məşq eləməyə fürsətimiz olmamışdı. Ssenarini qarşı-qarşıya oxumamışdıq. Vaqif şəkildə idi, mən başlaydım. Orada əzbərləyirdik rollarımızı, ssenarilərimizi, obrazları orada oturmağa çalışırdıq. Sən bəyənmirsən? Qayıdıb, həyətə düşəndə gördüm ki, qalxıb ayağa. Sonra mənə ki, qalxıb ayağa. Bu biz əslində biraz problem yaratdı. Biz məşqi elə çəkiliş günündə eləməyə çalışdıq. Boş vaxt tapdıqca, fürsət tapdıqca orada ssenarini oxuduq. Səs oyanmadı, deyirsən. Bac oyandı mən düşəndə. Ancaq çay yox. Çünki zaten evdə başlayır. Bəs montaj edir sonradan sonra. Sonra montaj edir. Mən tərəfdən biraz çətin idi əlbəttə. Yəni oturub Vaqiflə qarşılıqlı hazırlaşmaq olsaydı daha yaxşı olardı. Bir də havanın qaralmağını gözləməyimiz, vaxtımızın qısıtlı olmağı, vaxt qısıtlı idi o həmin gün. Çünki bir günümüz var idi. Mən olan səhnələri eləməkdən ötürü bir günümüz var idi. Belə aləm bir-birinə dəymişdi. Onu elə oradan qaçdın, getdin səhnəni qur, təzədən maşın səhnələri bir neçədən rakursdan fərqli zamanlarda çəkilirdi. Hələ yəni məsələn bir səhnə çəkir, sonra bir dənə də çəkir, eyni şeyləri çəkir. Eyni şey 4-5 dənə fərqli yerdən fərqli işıqla çəkilir. Ona görə oradan kənara çıxmamalısan, eyni nöqtədə eyni mimikanı göstərməlisən. Həqiqətən komanda şəklində hamı bir-birinin işini tamamlayırdı, belə deyək. Ölmədən məzara qoydu. Çox belə çətin oldu, biraz qaça-qaçla keçdi. Çünki bir günün içərisində hər şeyi sıxışdırmalıydıq. Deyirlər psikopat işi. Elədir yəni, o çox çətindir. Belə oturub danışmaq kimi deyil.
İlk izləyəndə o filmi izlədiyim ana qədər, yəni ilk dəfə oturub izləyənə qədər nə izlədiyimi bilmirdim. Sən də qəşli təmizləmişsən, qəşli yoxsa təşli qalmayıb evdə. Yox, bırak, narahat olma. Hamısını bükmüşəm, ədyaldadır. Bıçağı da təmizləmişəm, hər ehtimal. Barmağı saçma var. Narahat olma, bükmüş olursan. Yer axtarmağa başladıq nümayiş üçün. Çingiz Mustafayev adına kinoteatrda nümayiş elanı verdik. Bu filmin təqdimatını Şəkidəki Çingiz klubda eləyirik. Bu zal Çingiz Mustafayev adına sinema klubdur. Bu bizim üçün niyə görə önəmli idi? Çünki müzakirə eləyib biz ilk o Hollywoodda olur test auditoriyası. Bizdə çox eləmirlər. Bu bir növ özümüz üçün test auditoriyasına nümayiş elətdirmək kimi bir şey oldu ki, yəni izləyicilərdən ilk təəssüratları alaq. Kəndli olmağı daha da bir doğmalıq yaratdı. Çünki filmin bütün seti, bütün castingi orada şəkildə olmuşdu. Ona görə birinci nümayişin orada olmağı qəşəng idi. Və nümayiş günü bilmirəm bəxtimizdənmi, bəxtsizliyimizdənmi qar yağmağa başladı. Həmin günü, bazar günü topuqdan qar yağdı, şəhər dondu, amma yenə də cəmaət gəlmişdi. Tərslikdən gecə ilə qar yağdı və səhər tezdən də həmən qar dayanmadı. Yəni hətta o qədər qar yağmışdı ki, nə bilim nümayişə gələndə bəzi adamlar zəng vurur ki, maşın yolda sürüşdü falan, nə bilim biri deyir ki, gələ bilmirik falan. Bir gün əvvəl mən kətdə idim. Gecə gəlmişdik, qar yağırdı. Gecə gələndə, səhəri günü ora çataq deyə gecə kənddən gələndə maşın sürüşmüşdü. Onda tam maşın sürüşəndə dedim ki, təqdimat. Sonra çatdıq, səhərə yaxın da qar yağdı qəşəng. Qar idi, çox adam gəlmişdi. Həqiqətən yarısından çoxu zalın dolmuşdu. İkinci bir həyəcan şokunda orada yaşamışdım. Bu boyda insanı görəndən sonra. Bəlkə də bilmirəm, bəlkə pis təsir edən insanların bir çoxu gəlmədi, amma kifayət qədər insan gəlmişdi. Filmə baxdılar, bəyənənlər oldu, bəyənməyənlər oldu. Yəni bu nə qədər təqdimatlarda iştirak etmişik Fərid abimizdən, o təqdimatlarda o təəssüratı ala bilməmişəm indiyə qədər. O qədər yəni böyük bir heyran izləyici kütləsi, o qədər maraqlı insanlar kütləsi yox idi. Çoxlu müzakirə olundu, çoxlu suallar verdilər. Ümumi təəssürat çox möhtəşəm idi. Qəşəng suallar verdilər bizə. Bəziləri maraqlı idi, bəziləri çətin idi. Bəzilərinə hazırlaşmışdıq sualların, bəzilərinə heç hazırlaşmamışdıq. Hər kəsə, bax bu qış günündə öz vaxtını ayırıb bura gələn, bizlə bu filmi müzakirə edən, izləyən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Festival ilə möhtəşəm bir gün idi əlbəttə. Heç vaxt yəni yadımızdan çıxmayası bir gün idi. Çünki hamı toplaşmışdı ora. Festivalın mükafatlandırma mərasiminin olduğu zal ölkənin ən böyük zallarından biridir. O zala girəndə adamı belə maraqlı bir ab-hava bürüyür. Deyirsən ki, yəni bu səhnəyə çıxmaq var da, yəni. Əslində ağlımda mükafat ala biləcəyimizə dair qığılcımlar var idi, amma çox da əmin deyildim. Çünki həqiqətən çox yaxşı filmlər var idi, çox yaxşı rejissorlar var idi orada və biz həvəskar komanda idik. Vaqif həmişə deyirdi ki, baxarsan ssenariyə çox güvənirəm, ssenari ilə nəsə bir şey olasıdır. Hamımızın bir məqsəddən ötürü toplaşmağımız, yəni də deyirəm də, əvvəl dediyim kimi kollektiv ruhu, komanda ruhu insanda gözəl təəssürat yaradır. Bizim getdiyimiz gün elə son bağlanış günü idi. Yaxşı idi, həyecanlı idi. Məsələn, mən daha belə uzun bir mərasim gözləyirdim. Bir nəfər çıxdı səhnəyə, xoş gəlmisiniz və başladı mükafatlandırmağa. Həmin andan mən daha belə bir giriş olar, bir nəysə olar deyə düşünürdüm. Bəlkə bir kimsə nitq deyər. Festivala 800-dən çox film göndərilmişdi. O filmlərin içərisindən 25-i yerli olmaqla 76 film seçilmişdi. 76 film yarışırdı. Biz yerli kateqoriyada idik və həmin o 25 filmində 7 filmi bədii film idi. Bizim film də o filmlərdən biri idi.
ən yaxşı ssenari mükafatını alanda o an yəni elə hisslər yaşadım ki, o girəndə bu səhnəyə çıxmaq falan deyə baxdığımız yerə həqiqətən çıxdıq. Rişan bağı. O anda biraz qeyri-iradi olaraq yüngül qışqırmış ola bilərəm. Biraz içim rahat idi. Arxaya neymişli yer tutasıyıq. Təşəkkür edirəm başda burada oturan hər kəsə və festivalın təşkilatçılarına, sonra da filmimizin bütün gələcəyinə təşəkkür edirəm məşqçilər. Çox sağ olun. Çox gözləmirdim, amma yenə də deyirəm, bir işıq var idi və nə yaxşı ki, orada ən yaxşı ssenari mükafatı qazandıq və oradakı hisslərimi bu dəqiqə burada kamera qarşısında ifadə eləməyim mümkün deyil. Çox təəssüf ki, bizim komandanın bəzi üzvləri burada yoxdur. Ali Kumarov burada biraz əvvəl getdi, hamısına təşəkkür edirəm. Ali Kumarov, Fərqi Ustabayev burada oturub, Xəlil Daşdəmirov və unutduğum bir çox insanlar. Xoş idi. Yəni həmin an qəşəng bir hiss idi. Biz bu filmi çəkməyə qərar verəndə yola çıxdığımız məqsəd yaxşı hekayə danışmaq idi. Düşüb gəlib oturandan sonra əlimizdə həmin o mükafat tutandan sonra fərqinə vardıq ki, istədiyimizi yəqin ki, bacara bilmişik.